gizlənmirəm. Gizlənmərəm. Ölmək mənim üçün şərəfdir. Mən o özümə şərəf bilərəm. Hər birimiz dünyamızı dəyişəcəyik də. Mən qorxaq kimi ölməkdənsə, kişi kimi meydanda, aslanlar kimi, Zəki dayıyla, Qabillə, digərlərlə meydanda ölməyi mən özümə yenə deyirəm, onu şərəf bilirəm. Şərəfdir mənim. Mən Azərbaycan kişisiyəm. Yox, siz mənim haqqımı yeyəcəksiniz. Mən özüm Zahid Oruca səs atacağım ki, Zahid müəllim, çıxdınız Otdalovlu danışdınız. Bəs mən də istəyirəm ki, haqqım bərpa olunsun. Bu da mənim problemlərimdir, belə-belə. 3 gündən sonra mənə cavab gəldi ki, problem yoxdur, işin həll olunmur, get yenə yoluna davam elə. Bax, bu arvadı qəhbiyə səs atmış. Siyavuş Novruzov o yandan çıxır, deyir ki, Avropada yaşa tualetlərdən işləyir, gözü ilə görür. Sonra da məni biraz da qızışdırmaq üçün mən Türkiyəyə getmirəm ki, Elşad çıxsın daha da agresiv olsun, yox. Bana Sevinç Osman qızını misal çəkdim. And olsun Allah'a baxmamışdım. Kəsib atıblar. Messengerdən özdə. Nömrəm yoxdur Messengerdə. Ki burada Sevinç Osman qızı belə deyir. Sən hər zaman klanlardan da, o da deyir ki, klanlardan danışmaq ağılsızlıqdır, nə bilim nədir, mən heç vaxt. Danışın. Çıxın siz də danışın. Çıxın Sevinç Osman qızının... onu çıxıb deyə bilirsiniz. Sevinç Osman qızının danışdığının, elədiyinin heç olmasa 1%-ni hər bir Azərbaycan vətəndaşı eləsəydi, bugün bugünə qalmazdı. Çıxın siz deyin. Nəysə, teman budur ki, Zəki dayı, biz nə ov olarıq, ovçu olarıq, ovu gətirən it olmarıq. Bu temaların hamısı sadəcə gündəm dəyişmək üçün Gicdillarla bilmirsiniz ki, nə Qabili, nə Elşadı, nə Məhəmmədi Azərbaycana gətirə bilmərsiniz. Mümkün də deyil. Şəkilləri qoyurlar ki, Ramiz Mehdiyev sən demə blogerlərə pul göndərmiş. Elman Nəsirovun qızı çıxır, atasından şikayət eləyir. Elman Nəsirov deyir ki, bu radikal müxalifətin işidir. Bunlardan biri çıxır Yeni Musavatda Sevinç Zırıq qızının kanalına, baldızını qayıran Rauf Arifoğlu'nun kanalına deyir ki, bir blogerə 48 milyon 500 min pul 11 ildə. Mən bəs oturub bunların hamısını analiz eləyəndə deyirəm axı, bugün bu hakimiyyət maraqlıdır ki, Elşad belə canını asın. 2-3 gündə eləmirəm, qısa-qısa özümə görə eləyəcəm. Amma və lakin plakatlarım durur. Özüm düzəltdirmişəm halal pulumla. Birinin pulunu İlqarı Hacıyev verib, balacasının. Böyləri özüm düzəltdirmişəm. 10-15 gün keçəcək. Məsələ məlli olunmayacaq Əli Nağıyev. Anam var ha, Nazlı. Nazlı. Hansı ki, anavın adına otel, istirahət mərkəzi tikdirmişsən Qubada. Nazlı bulağı. Harada bulaq gördüm, Nazlı bulağı, Əli Nağıyev yapışacaq. Siz mənə ölüm hədələri edirsiniz. Mən də haqqım bərpa olunmaq üçün gələcək planlarımı açıqlayıram. Mənim qorxum yoxdur. Hara getdim, harada bulaq var, əvvəl deyirdim, Mehriban bulağı, səhv eləmişəm. Bunu siz pullanıb qəşəng pul almışsınız. İndi olacaq Nazlı bulağı. Və o Nazlı bulağında şəkilləri artıq məndə var. Qubada o açdırmışsan, 50 milyon pul qoyub, Əli Nağıyev. Həmin o Nazlı bulağı, harada gördüm Nazlı bulağı, tap yapışdıracaq. Qoy peysərin tərpənsin. Yox, istəmirsən ki, nə İlham, nə Mehribana da istəyməyəcəm də. Əvvəl deyirdim İlham, Mehriban. Dəymirəm qardaş, dəymə lazım. Dəymə lazım. İlham, Mehriban bu günlərin nəvələrinə Bakının mərkəzində restoran açdırır, axranalarla. Bütün mətbuat, yaltaqlar orada olur. Xalq bunu görür, susursa, qardaş, mən yenə də altını çizərək deyirəm. Qorxağa, yaltağa görə mən risk eləmək istəyirəm. Özümə görə çöldə bayırdayam. Deyirəm, xiyardır. Gəlin öldürün, öldürə bilsəz, halal xoşunuz olsun, mən şəhidəm. Vidadi İskəndərli kimi, Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Dünyamızı dəyişəcəyik də, hamı. Elədir. Ya kişi kimi ölməliyik, ya da qorxaq kimi minib çapırsınız, çapacaqsınız da. Ramiz Mehdiyevin 30 ildir Azərbaycanı qayırır, indi osturub indi ayrıblar ki, Ramiz Mehdiyev belə eləyir. Ramiz, biz deyəndə niyə baxmırdıq? Fuad Ələsgərov eləmir. Bəylər Eyyubov eləmir. Zakir Qaralov eləməyibdir. Cavid Qurbanov eləmir. Hansı birisi eləmir? Hamısı milyardlar oğruyub da. Kimə pişman olacağı gəlirsin? Hamısı da İlhamın prezidentliyi dövründədir. İlham Əliyev də istefa verib rədd olub getməlidir də. Bir törək oğrusuna 10 il iş verirlər. Bir velosiped oğruyana, bir tükandan telefon oğruyana 8 il 10 il iş verirlər. Necə olur bu qəhbənin balası Ramiz Mehdiyev evindədir? Amma şou davam edir ətrafında. Qara ekrasını yiyir.